Vəziyyətə salıb, bədənimə daşlar vurub, paltarlarımı cırıb, bu vəziyyətə salıb mənim paltarlarımı, bədənimə daşlar vurub, başıma təpiklər vurub. Bildirir ki, mənim dalımda İltifat Yusubov durub, polis durub, sən mənə heç nə yeməzsən, biz səni bu kətdən çıxardacağıq, gedəcəksən Türkün yanına, əcəb eləyirik, biz hamımız bir olmuşuq sənə qarşı, səni şərəf ləyaqəti bu cür alçaldırıq, bu cür sındırırıq, sənə biz özümüz bilə-bilə psixoloji travma yetiririk. Baxın, övladımla məni nə günlərə salıblar, hələ biz qaydasına düşmüşük, hələ xəstəxanaya zada gedmişik, biraz həkim bizim üstümüzü, başımızı səliqəyə salıb, bədənimdə daşlar dəyib. Qadına deyirəm, mənə nə səbəbdən döysən, deyir, əcəb eləyirik. Yalancaqdan mənə deyir, uşağıma söz demirsən, mən də ona deyirəm, mən sənin adını heç bilmirəm, polisə deyim ki, sənin adın nədir, sənin uşağı mən necə tanıya bilərəm. Deyirəm, gətir sübut qoy günən ki, mən sənin uşağa söz demişəm, heç mən o qadının uşağını tanımıram, qızı var, oğlu var, heç ümumiyyətlə o insanlarla salamım belə yoxdur. Bu cür haqsızlıqla üz-üzə qalmışıq, bu cür sifarişli şəkildə, polis sifarişi ilə bugün 2 dəfə 102 yığıb əşyalarımı istəmişəm. Hər dəfə 102 yığandan sonra biz belə zorakılıq yaşayırıq.